Orada böyük parkı, o ağaçları nə qədər əziyyətlə saldıq. Biz subbotniklər keçirdirdik, iməcillər keçirdirdik. İnsanlar gedib o ağaçları əkirdi və təhkim etmişdi, gedib həftədə bir dəfə, iki dəfə onları suvarsınlar, böyütsünlər. Bu Bakı üçündür, bu xalq üçündür, bu bizim təbiətimiz üçündür, bu insanların yaşayışı üçündür, bu Bakının iqlimi üçündür. Bəs o ağaçları kəsib, onları baqqalxanaya keçirdənlər, onlar bu vətəndaş, bu ölkəyə xəyanət etməyiblərmi? Ancaq o kəsilən ağaçları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək haqq ədalət məhkəməsi qarşısında cavab versinlər. Orada gəlib o baqqal dükanları salanlar, orada gəlib özlərinə xüsusi mülklər salanlar, onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır. Bu Heydər Əliyevin portretini niyə sökürsünüz ki? Ha? 2 dənə restoranı gizlətməkdən ötürü? Ha? Bu boyda parka bu zavoru niyə çəkmişsiniz ki? 2 restoranı gizlətməkdən ötürü? Ha? Həmin Şirvan Heydər Əliyevdən sizə nətər şirin gəldi? Şirinliyi partladacaq ha sizi?